Salam dostlar, necəsiniz? Güman edirəm ki, yaxşısınız. Bugün biz videoda gördüğünüz kimi Azərbaycanın milli rəqsi olan Uzunlara rəqsini öyrənəcəyik və vaxt itirmədən başlayaq. Deməli dostlar, siz də mənim kimi bu qaydada dayanırsınız və hərəkəti təkrar edirsiniz. Getdik. 1, 2, 3, 4, fırlandıq. 1, 2, 3, 4. Eyni qaydada sağ tərəfə gedirik. 1, 2, əlimizə baxırıq. 3, 4, fırlandıq. 1, 2, 3, 4. Sonra dairə şəkildə fırlanırıq. 1, 2, 3. Stop. 1, 2, 3, 4. Bir nota çevirmeli dostlar. Deməli, dayanırıq, sol tərəfə gedirik. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Yerimizə fırlanırıq. 1, 2, 3, 4 dediğinde dayanır. 4, 1, 2, 3, 4. Bu bizim oldu birinci hissemiz dostlar. Geçirik ikinci hisseye. Düz dayandıktan sonra gelirik qabağa. 1, 2, 3, 4, 1, 2, 3, 4. Burada da sağ ayağımla attım bakımda sol ayak karşılasın. Tekrar ediyorum ikinci defa. 1, 2, 3, 4. Elinize bakın. 1, 2, 3, 4. 1, 2, stop. 1, 2, stop. Patlon, yani başa emek. 3, 4. İkinci sen bir de şöyle dostlar. Düz dayandır. Gelirik qabağa. Sağ ayak, sol ayak. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Yanlara gelirik. 1, 2, 3, 4. 1, 2, 3, 4. Başa emek. 4. Dostlar, güman edirəm ki, rəqsi bəyəndiniz və mənimlə birlikdə rəqs etdiniz. Növbəti rəqsimiz hansı rəqs olacağını isə siz şərh bölməsində qərar verirsiniz. Sağ olun, sağ olun.